Mənim əlim zadımda yoxdur. Mənim altımda 2 dənə var. Sən kimi qalmaz. Ayla, elə bizi köməysiz olmaq yaxşı. Bu xala konkret əri ya polis işləyir, ya da ki dövlət işində ər-arvad işləyirlər. Az insanlardan heç xəbərləri yoxdur. Mən dövlət işində işləmişəm, indi özəl işim var. Çünki öz bacarığım pulum var sayəsində. da, Toxun acıdan nə xəbəri var? Deyirəm də, Toxun acıdan nə xəbəri var? Sən bir dənə çıx yana elə bir kasıb kənd yerlərinə gir, Azərbaycanda. Gör necə yaşayırlar. Yəni gəlib burada demə də, yəni xəstəxana Azərbaycana Mən sənə bir söz deyirəm, qulaq as mənə. Xanım demə. Mən adamları tanıyıram ki, Lerikin dağlarında Mən Azərbaycana gəldim sizin sabunçu xəstəxananıza. Qulaq as. Sabunçu bilirəm, ora bərbatdır. Послушай меня, ты русский знаешь? Подожди. Послушай меня, deyirəm. Buradakiler Azərbaycanlı da Azərbaycan dilində danış. İndi qulaq as da, mən Rus vətəndaşıyam, sənə söz deyirəm, eşit məni. Gedib orada danışa bilərsən, biz öz dilimizə birinci hörmət edək. Sən qanacağın buradan bəllidir. Rus dilində danışa bilər. Nə bilim, bəlkə sən ermənisən. İndi qulaq as. Yıxılmışdım sabunçu xəstəxanasında. Hüquqdan danışır. Sabunçu xəstəxanası. Hər dildə danışa bilər. Sabunçu xəstəxanası Sabunçu məndən bilirəm, pul istədi. bərbatdır xanım. Mən o sizlə onu... Mən deyirsən, hamısı yaxşıdır. Opşa danışma da, opşaq danışma. Hamısı yaxşıdır. Ağzı dolu danışırsan. Olanı deyirəm də, olanı deyirəm. Mən adil açıq gördüyünü çalar. Olanı deyirəm də. Burada nə var Olanı ki? demirsən. Burum yalandan deyil ki, hə, dövlət müəssisəsi məndən pul Ay aldı. qadınam, Leyla, mən də sənin kimi Rüşvət şabaş aldı. paylasaydım, mənə da yaxşı baxarlar. Özün dilimdən deyirsən Sizin ki, bütün mən pul xəstəxanalarınız Xanım vermişəm, da 500-600 verməmişəm bəziləri kimi. Mən Boğazına də şabaş kəsib verməmişəm. paylasaydım, ayağımı da yuvarlar. Ay, siz örcədibsiz. Elə siz örcədibsiz də bu xəstəxanalara Onu pul düz verməsən, deyirsən, başqa onu düz ölkədə deyirsən. pul ver. Bəli, bax, Pul mən ver, deyənə nə gəlib olacaq? çıxdınız. Bu rüşvət alan həkimlər Mən var, ha, onun deyəməm. 99%-ni xalq öyrədib. Cibini doldurub, elə də öyrənib, indi də məcbur eləyir, a verin. Elə siz də Bəli, vermisiniz. Sən demədin ki, məndən istəyən yox sözün verdi. Mən onu könüllü elədim, səhv eləmişəm, eləməməliydim. Amma mən orada 4 gün qalacaqdım, uşağımın Milli xətrini bacıdan ölür, eləmişəm. xəstəxanalar Şəhid pullandı. anası var, onu qoşunda zəhmət Ay, olmasın. sizdə həkimə diş çəkdirməyə ya da plomba qoymağa gedəndə polis belə yoxdur. Polis bilirsiz də nədir? Pulsuz müalicə eləyirsən də. Bütün hər yerdə Rusiyadan aprimer polis verilir. Polis bir vəsiqə kimi bir şeydir. Ondan sən pulsuz Rusiya ilə bura bir deyil ki, Rusiyada uşaqlara dərmanlar Ay, pulsuz qulaq as, verilir. bir Bizdə eşitsən, SSR vaxtı olub, qulaq as, eşit məni, qulaq as, diqqətlə qulaq as. Sən gəlib burada, bilirəm, sən hardasa işləyirsən, desən özümə işləyirəm, xeyr, özünə işləmirsən. Sən bilirsən ki, sən yoldaşın da hardasa elə belə dövlət işində işləyir, ona görə belə ağzı dolu, belə yalanları cəmadın burada qulağına lap şuv yaşır da, nauşur. Yəni qulağına... Ay xanım, mən görürüm, onun nə dəxli var, dövlət işində işləyir, özəl işində işləyir. Cəmaata, qulaq as da, indi eşitsən məni, bəzi cəmaatda imkanlar demirəm, kasıblar deyirəm, gör necə yaşayır, hər şeyə pul verirlər, hər şeyə. Adi siz də ayaq yoluna belə pul verib girirsən, ayaq yolu nədir ona da. Yəni burada demə də, yəni odur budur bizə. Mən sizə deyirəm ki, mən adamları tanıyıram, bacarıq, çox insan öyrənməyim odur ki, çox insan bəli, o acından ölənlər, vallahi gedin araşdırın, çoxsu hazır gözləyir. Elə deyil, işləsə, bütün Türkiyə, digər ölkələrdən gəlib bizdə işləyirlər, pul qazanırlar bizimkilər, amma gözləyir ki, mənə iş verəcəklər. Elə şey olur. Danışığımız bilsiz nədir? Bizim deməmiz budur ki... Gələnlər burada işləyəndə onların... Valla mən Lerikin dağlarından gələn adam tanıyıram ki, evlərini belə saxlayıb. Gəlib burada, Allah'ın olsun, zəhmətlə elə evlər yaradıblar, elə özlərinə şərait yaradıblar, 1000 dəfə sağlıqlarına qismət. Amma adam da tanıyıram, Xaricdən gəlib bizim dövlətdə işləyənlərin maaşına da baxaq, bizim öz Azərbaycanlılarımızın Azərbaycanda alan maaşına da baxaq da. Davam elə ki. Xoş gəlmisiniz. Xoş gəlmisiniz. Necəsiz? Niyə dalaşırsınız ay xanım? Nə məsələdir? Nə olub? Ay Neftçi qardaş, Dalaşmırlar, bax müzakirə söhbət olunur, odur ki, niyə dalaşırıq? Ali ilə Mən bax, deyim imkan ki- bir görək sözümüz deyək. Ay Neftçi qardaş, bax söhbət bilsən nədir? Bu deyir ki, biz demirik ha bu şey nədir, Vəlizar düz hərəkət eləyib da. Biz bunu qətiyyən təsdiqləmirik ki, bu yaxşı adam. Hə, biz bunun yaxşılıq eləyib, o uşaq ki əməliyyat olunacaq. Bir ana olaraq
hər bir ana düşmənə deyirlər balasını. Biz onu deyirik. Xanım gəlir deyir ki, O sığorta yaxşılıq eləmir. Xanım onu dövlət eləyir. Biz insanlar elə. Dövlət yox, yəni insanlar Sən eləyir. eləməmsən də özünü soxmadan mövzuya. Bir qoy sözümü deyim, bir imkansızdan bir. Nəsə. Bizim deməyimiz odur ki, ay qardaş, bax bu biz deyirik ki, bunun məsələ keçmişi nədir? Bunun şəxsiyyəti bizə önəmli deyil. Biz deyirik ki, Allah canı sağ eləsin. Yəni millət olaraq hamı bu insanın canlısına yığıldı, bu pulu yığdı, bu uşaq bu günləri əməliyyat olunur. Həmin o ana var, o ana da 6 ildir ki, mən o ananı izləyirəm. Nə qədər tiktokerlər var, nə qədər insanlar var, özü yayın açdı, heç bir millət olaraq heç kim kömək eləmədi. 11 min buna pul lazım idi. Nəsə 10 saniyənin içində mən izləyirəm axı bunları. Bunun bu Vəlizanın sayəsində bu pul yığıldı. Biz də Allah şükür elədik. Allah nə yaxşı uşağın əməliyyatı olacaq, ayaqları düzələcək. Bir uşaq addım atıb yeriyəcək. Yekə oğlandır da 15 sad yaşı var. Ən azından bir dənə xəstə uşaq onun sayəsində sağ olur. Biz ona görə deyirik ki, sağ olsun. Demirik sağ olsun, orasını burasını göstərir. Biz ona qətiyyən göstərir. Vay xanım, harasını Mən sizə deyirəm, xanım, dünənki çıxışlara qulaq asmamısınız. Dünənki mən nəyə görə bura qoşuldum? Dünənki çıxışlara görə. Çoxsu deyir ki, bu heç kim elə söz demədi. Yo, mən özüm qulaq atmışam. Bəs neynəməlidir? İşləmək də olur, belə neynəməlidir? Yəni, təkrar eləmək Biz elə bir söz deməmişik. Heç kim burada söz deməyik. Dünən olub belə söhbətlər. Mən özüm qulaq atmışam. İmkan verin, qoy cəmat sözü Bir dəqiqə. Vəlizardan başqa nə qədər adam canlı açır kömək eləyir xanım? Kimə? Neçə nəfər var? Heç kim kömək eləmədi. O xanım hamilələrdə heç kim kömək eləmədi. Yaxşı və bu Sərxan bu boyda millətə kömək eləyir 10 min. Onu eləmədi. Niyə? Qardaş üzr istəyirəm. Söhbət Sərxandan aldan vəldən getmir. Söhbət Vəlizardan gedir ki, bu xəstəni ayağa qaldırdı. Biz onu o yaxşı oğlanlar eləmir. Biz başqa temaya girmirik. Yaxşı oğlanlar eləmədi da. Burada gəlməmişik kimin adını sadalamağa. Biz sadəcə Vəlizarın yaxşılığının bir kəlməsindən danışdıq. O yaxşılıqdır. O yaxşılıq elədirsə yaxşıdır. Belə yoxsa necə? Mən başa düşmədim. Yox, demirik yaxşıdır. Demirik yaxşıdır. Siz niyə hər şeyi səhv başa düşürsünüz? Deyirik sağ olsun elədi da bunu. Əsas odur ki, olsun pis olsun, yaxşı olsun. Bu adam, buradakilərin yəni biri bir xəstə kömək eləmirsə, dili olan dilçəli də olmalıdır. Başa düşdünüz? Bir adam ki kömək eləmirsə, eybi yoxdur, o nə yolçusu, özünə, o insan özünə eləyir, nə eləyirsə özü üçün yaşayır. Heç kim qarışa bilməz. Elə adamlar var ki, hamının erisi də var, oğrusu da var. Elə adamlar var ki, valla pozğunçuluq baş alıb gedir, altdan, o oteldə, bu oteldə. Valla bu olay eləyənlər var. İnsanlar. Akşam birinin yanında otururlar, günüz birində yanında otururlar. Yəni bu insan gedib, altdan nəsə iş görmür ki. Göz önündə. Çox savadlı da. Leylanın göndərdiyi şeyə, Moskvaya. Qaldı ki, o xanıma, o xanımın ağzı deyəsən istəyir dədir. Deyir ki, cəmaatımız hazır çörək yemək istəyir. Cəmaatımızın çoxsu əksəriyyəti sürünür. İş yoxdur, neynəmədilər? 400-450 manata marketlərdə iş var. Bəri vaxtı, qarnı toxdu, oturub evdə bir mağara. Əlbəttə ki, qarnı toxdu. Yaxşı, deyirsiniz ki, bax Vəlizar bu gün dünən çıxıb da, onu qoyduq bir qırağa. O vaxt Samir Bağırov var idi, Samir Aldov var idi. Onda niyə bu cəmaat ayağa qalxmırdı? Hardaydınız ay yaşlılar? Ay yaşı boyu olan ağsaqqalağı bir şeylər. Hardaydınız? Salam, axşamınız xeyir. Axşamınız xeyirli. Axşamınız xeyir, axşamınız xeyir. Ləzgi, xoş gəldin. Bax, bizim bədbəxtçiliyimiz bilirsiniz nədədir? Bir danışıq, bir nəfər danışırsa, o birisinin ağzından vurur. Bir kəlmə qulaq asmaq yoxdur. Mən səhərdən baxıram bu canlıya. İntihası, ikinci bədbəxtçiliyimiz də odur ki, düzdür, yaxşılıq eləyib, o ayrı temada. Amma bizim millət bilmir ki, belələrini sərmayə qoyub, qavağa çəkib, gənc nəsilə nümunə ayrı şey göstərməkdən, belə insanları Vəlizardan qabağa 50 dənə üzdən rəx çıxıb, niyə onu demir? Onları da demişik, xanım. Eyvallah, boş şeydir. Ay qarib, o insan sənə zərəri var idi. Sənə mənə zərəri var. Görsüz nəyi Ağıl verən gəldi. Aynen öyle. Yox, o insanın sənə mənə zərəri var. Bizim gələcək nəsə o nəsilə insanın zərəri pislik var. görürük biz, yox. Gələcək nəsilə Kimin var. imkanı çatır,
atır. O da Allah tərəfindən bəlkə o xanıma, o Sən başa öz evin altındakına sahib çıx. dəstək olur. Qulaq asın da. Ha, hamımız evdə körpə. Elə o xanımı da qınayırlar ki, başı bağlı xanımsan. Niyə görə gedib ona yalvarırsan? Yox, onları İnsan demirəm. ana Mən var, heç kimin- övladından heç ötəri kimin işinə düşman qarışmıram. ayağındadır. Bizim Heç kimin gəl yerinə deyirəm. danışılmasın. Sabah kim nə bilir ki, oğlu olacaq, nə cür olacaq? Durub onu yargılayırlar. Düzdür o. Ay bacı, onun eşitsən, yoxdur. içkisi Elə yox, qəri, alkoholu ay yox, xanım. narkomanlığı yox. Onun özünün həyatı Qardaş, var. bir- Valla, Ondan Qardaş, 5 sən metr bir söz xanımlar deyim, var ola. ki, Qardaş, aynen ondan 5 metr xanımlar xanımlar var bu- Ay ki. bacı bilirəm, hərəsi bir Ay, kişidən belə- doğub gəlib Demək ortada pis reklam çıxsın, edir. belə pis çıxır, demək pis çıxır. Elə xanımlar var ki, sən də baxdı, orasını burasını açıq qoyub canlı yayıma Düzdür, açırlar. əzizim, Adam düzdür, xəcalət çəkir. Sən Adam çıx, xəcalət Katonya. çəkir. Qadın olaraq Ona dəstək olanlar da var. Kişilikdən danışanlar da mısın? ay sağ ol. Hansı ki buradakı İndi kim deyirlər. kişilikdən danışır qeyrətdən? Onlar dəstək Buradakı olurlar. kişilərin hamısı deyir, bu kişi deyil, petuxdur. Həmən gedib o silikon dodaq, orasını burasını açıq qoyan xanımların canlı yayımda yatan Ay kişilərdir. Mira, indi gəl belə deyək. Bax, indi Vəlizar niyə bu haldadır? Bunun başında kim dur? Yenə kişi dur da. Ona tamas salan kimdir? Kişilər. Ay, kişilərdir. Ofşa bir dənə sual versəm ola. Yəni Ofşa bir başında dənə- yenə kişi durur. Ofşa bir dənə sual Yox, versəm ola. bəziləri Kişiyə deyir. tamas Hər salır. iki dənə bir dənə sualım var. Bəli, bir dənə sənə sualım var. Bütün kişilərə şamil Olar. eləmək olmaz. Bir dənə Yaxşı söz deyim. kişilərimiz də var. Qərib, sənin vaxt- evladın Mən olsa, ona deyirəm ki, o gedib vəziyyətdə orasını olsa, burasını Allah uzaq eləsin. Velizardan sən yardım istəməzsən. Yəni onun heç bir fərqi yoxdur artıq. xanım, Yəni xanım, gedib xanım. Velizara dəstək ol, ya da Xanım, hansısa xanım. bir pozğuna dəstək ol, Xanım, yəni xanım, qadına xanım. dəstək Bir dəqiqə, ol. bir İkisi dəqiqə, də bir mənim dəqiqə. gözümdə eyni bir şeydir. Bir dəqiqə. İndi mən sizə bir sual verim, şuram aşağı. Nicaflı qadın geyə ağdaşmağı nə dərəcədə düzdür? Bay məcburdur ki? da balası Nə olacaq? Balası üçün məcburdur. Mən yenə deyirəm, mən balam dərman düşmanda olsa O düşmana xanım dəyərəm. gedib, siz də bağışlayın. O xanım gedib pozğunçuluq eləsə, balası üçün o pulu yığsa xoşunuz gələr. Ən azından danışırlar da, yalana yekə danışırlar. Öyle Civlərdən Qardaşlar, gedib o bacılar, xanıma bir dəqiqə 10 qulaq manat asın. kartını atmısınızsa, burada danışa bilərsiniz ki, ay xanım, ay başı bağlı xanım, nə dərəcədə düzgündür. Özümüz eləmirik, özümüz kömək eləməmişik o xanıma. Heç olmasa Özbəş danışın. eləndə paxıllıq eləyirik. Dəstək olub, dəstək olub. Tərxanada, Nə pis tərxana onu biz çıxıb, qarışa tərxana bilmərik. Öz həyatı da Qardaş bir yaşayır. dəqiqə olar. Qardaşım bir dəqiqə olar. Bir neçə il bundan qabaq Bakıda geylərin paratı keçirilmək istədilər. Yadınızdadırsa. Yox, hicablı olanda nə olar ki? Yox, qulaq alsın, hicablını qoyun. Onun qulaq. övladın gördünüzdə nə haldadır, Ay xanım, nədir? nə olar? Bir-birimizi Bacı onun dinləmək. uşağı Ha, yeriyəndə olsun da. gördün necə hönkür-hönkür ağlayırdı. Ağlayırdı, Eşitmişsə vallahi çıxaq da ağlayırdı. onda. Siz danışın. Yaxşı, bəri bax, ona 10 min pul lazımdı, ona yığıldı 11 minə qədər. Niyə görə bir təzədə kart qoydu? Ay sən başa düşürsən onu nəyə görə qoydu bilirsən? Bax bildiyin qrafa ora qədərdir sən. Ha. Onun taksisi var, onun yeməyi var, onun bancada qalmağı var. Bəs Onun Bu əməliyyatdan sonra dərmanlar var. 10 mini də, o da yığdı 11 minə qədər. Ay qardaşım, Bakıda bu dəqiqə ayağını çölə çıxardıb Obrastanovkaya getməyə 20 Ay, manat sağ ol, bax. Sofi deyir ki, hansı qeyrətli oğlan deyir, canlısında o qədər deyir pul yığılıb. Hansı da, yəni bir barmaqla qatdalayınca. Yalan dedin ha, kimsən onu yazan, sana takip atacağım. Yox, 5 dəqiqənin içində bu adam PK atırsa, dəstək olursa, bunu niyə bu qədər yargılayırsınız ki? Eləyə bilirsiniz 10 minut varsa, gedin o çarşablı xanıma verin, dəstək olun. Amma danışmayın. Gedin o Bizə xanımın şey deyirəm direktinə ki, yazın bizə ki, şey o deyim. Petuxa, bu insana, bu Velizara yalvarınca, bacı, bağla canlığı, mən o pulu sənin kartıma bu dəqiqə, bu O saniyə 5 öz dəqiqə. keyfinə istəməyib ki, balası gözünün qabağında Bizə dənə şey niyə əriyir. başa Ölür düşmürsünüz balası ki? gözünün qabağında, ona Alo. görə istəyib. Qardaşlar eşitsiz? Buyur. Hayır. Bizə şey niyə başa düşmürük ki, bunların dalında duran insanlar var və bunları qabağa itələyib, gələcək nəsli başqa cür müxtəlif yollara çəkmək istəyənlər var. Cavab bilmirsiniz onu. Öyrət onu. Yəni bu millət niyə ayrılmır bundan? Haqlıqdır bunların elədikləri, başqa iş Hara yox. aylar. Valla heç qanı xarab olanın, oğlu o cürünə doğulanın elə o cürdə gedir. Yoxsa namuslu qeyrətli insan gedib Gəlin bir kiməsə şey deyək. baxmağına. Birinci O sinifə hərəkət gedən edir. uşaq, məktəblərə baxsınız, birinci sinifə gedən uşaq da bundan danışır.
Niyə ona niyə Niyə? danışır ki? Böyük niyə telefonu verir? əlində Böyük telefon niyə yox. təhsil öyrətmir ona telefon verir? 12-də canlı açırdı ki, uşaqlar görməsin. Hə. 18 yaşına çatmayan PK açanlara İndi sualına atırdı cavab verirəm də o ki, xanıma. Ay Allah deyir, heç olmasa 19 yaşında. Kayıtları günü çıxır da şu an qabağına. Olsun deyəcək onu. Yox, onu götürmə qardaşım. Bax, Anası verməsin telefon, buradan Mənim uşağım məsələn. Olar, mənim uşağım gedir məktəbə, bu işdən anlayışı yoxdur. O bizim uşağı deyir, axşam gördün filan şey var idi. Bir-birinə ayrıdırlar. Yəni görün Nəysə. dövlətimiz nə vəziyyətdədir ki, petoqlar haqqında danışırıq. Hadi bax, odur söhbət ki, geylər haqqında Bakıda nümayiş olur. Dövlətimizin nə olub ki? Bir dəqiqə Gəl, xanım, valla eşidərlər. dövlətimizin olsun bir dəqiqə. Heç dövlət haqqında adı Bax, şimdi bunun şəklini yığışdırmaq lazımdır. Sizdə olunur. Yığışdırın bu şəkilləri. Bax, Sən deyirsən Azərbaycan burada pisləməyə gəlmirsən, bu dövləti pisləməyə gəlmişsən. kim Bax o xanım? bəyəxçi xanım. O bəyəxçi gül buketi. Üstünə güllər düzdüm. Elə o buketlər düzdüm üstünə. Deyir, dövlətimiz nə günə qalıb. Şükür Allah, dövlətimizdə az da var, tox da var. İndi əziyyət çəkənlər də var, kömək olub, dəstək olmaq Başda olan danışan xanım, bir sual verir. Bax, sənin evladın bu TikTokdan xəbəri yoxdur, mənimki var məsələn. Sən gedirəm, mənim uşağım gedir məktəbə. Sənin uşağınla qayıdır, təbliğ edir bunu. Sənin uşağın deyir, o nə olan şeydir? Uşağın nəzarətin cavabıdır. Uşaq məktəbdən, hazırlıqdan, kitabdan başı açılırmı ki, bir ona kimlərsə danışır? Vallahi gedir məktəblərə baxın, hamı danışır. Ay xanımlar, bir dəqiqə gözləyin. Qərib müəllim, salam əleykum, axşamınız xeyir hamınıza. Sizin sualınıza cavab mən verim. Deyirsiniz ki, Vəlizarı uşaq görür, gəlib danışır. Söhbət nəinki Vəlizarda, nəinki Baboşdan, nəinki ondan, nəinki Hamısından. Ümumiyyətlə deyirəm. Ona qalsa, misal üçün, Əhməd bütün ailəsini qıranda Vəs Azərbaycan ondan danışırdı. Onda belə çıxır ki, bütün uşaqların hamısı qatil olmaq düşüncəsindən Yox, əstağfurullah elə. Əhməd anormal adamdır. Əhmədi nə qatırsan ki bura? Bu normal adam. Yo, eyni şeydir da. Bu normal adamdır ki. Eyni şeydir. Allah insanı iki cinsdə yaradır. Biri Qadın qatil və yaranır, kişi. biri belə yaranır. Bəli, Eyni qadın şeydir. və kişi. Təbliğdir. Üçüncü cins anormallıqdır. Bu bir. İkinciyə qalan yerdə yadınızda saxlayın, bir milləti, bir ölkəni, bir dövləti məhv eləmək onların gənclərindən keçir. Onların gəncindən keçir. Gənci də necə Gənc məhv nəsildən eləyirlər? başlayır. Gənci də necə məhv eləyirlər? Birinci, elmdən vururlar, elmin səviyyəsini azaldırlar. Hansı ki, niyə oturub danışmırıq burada? Kimin uşaqları məktəbə gedir? Mənim 2 uşağım beli donqar olub. Niyə? Kitab daşımaqda. Güya ki, təhsil sistemində kitablar pulsuz verilir, amma iş dəftərlərinə mən ondan çox pul ödəyirəm. Biz hansımız, bax 90-cı, 80-ci illərin adamlarıyıq da, elə bil burada. Bəli, mən də. Biz universitetə hazırlaşanda 10-cu, 11-ci sinifdən maksimum imkanı bomba olan valideyn 9-cu sinifdən qoydu da uşağını hazırlığa, elədir. Mənim uşaqlarım Rus bölməsində təhsil alır. Mən Nolyovkadan 0-cı sinifdən hazırlığa qoymuşam. Niyə? Ay bu gedəcək orada Nolyovka imtahanı verəcək, sonra BSN verir, sonra nə bilim kurikulum verir, sonra zırt verir, sonra bizdə belə şey var idi. Cəmi 3-4 dənə kitab var idi. 2-3 dənə də 12 vərəqli dəftər alırdı. Onu da dövlət verir də. İndi mən kitab test almaqdan daha bilmirəm nə var. Kitabxana açacağam. Kitabı göy kitabxanaçı verir. Hə, verir. İndi onlar bir söz dövlət deyim. təmin eləyir. Qərib müəllim bir dəqiqə. Səhərdən qulaq asıram mən sizə. Dövlət verir. İş dəftərlərin verilməsi bilirsiniz, məcburi deyil. Bir xanım danışır. Necə məcburi deyil? Ay xanım, bax səhərdən siz çıxış eləyirsiniz. Yazın Təhsil Nazirliyinə 146-ya yığın. O məcbur deyil. Onu müəllimlər iş birliyi qurur. Kitab istehsalçıları ilə iş birliyi qurub gəlirlər etmək üçün eləyirlər. Ay bala, müəllim səni məcbur eləmir get filan yerdən al. Müəllim deyir ki, mən iş dəftərindən filan tapşırığı verirəm. Elə mən uşağımın oxumağını istəyirəm. Mən necə deyim ki, uşağım, mən məcbur deyiləm. Yeri gəlsə Təhsil Nazirliyinə şikayət eləyəcəm. Yeri gəlsə Təhsil Nazirliyi zaten bu kitabı çıxardanda bilmir ki, müəyyən məbləğ əsasında satılır bu kitab. Təhsil Nazirliyi bu kitab satışa çıxanda Təhsil Nazirliyinin razılıq əsasında çıxmır. Çıxmır. Təhsil Nazirliyi xəbəri yoxdur. Bunlar o kitabı istehsalçılar hamısı müəyyən gizli mətbəələrdə çap olunur. Təhsil Nazirliyi onları izləmir. Səhərdən siz deyirsiniz ki, bax siz şəxsən bu maraqlı xanım bilmirəm adınız nədir, ona görə profilinizin adı ilə müraciət eləyirəm. Leyladır.
Leyla. Fərqi yoxdur, buyurun. Hə, siz səhər mən aşağıdan qulaq asıram sizə. Siz səhərdən dövləti tərifləyirsiniz ki, quş da uçmaz, nə bilim, göydə quş da uçmaz, yerdə qarışqa da yeriməz dövlətdən xəbərsiz. Siz idiniz də tərifləyən, bütün sistemləri, bütün orqanları tərifləyən Mən siz. gördüklərimi deyirəm xanım. Mən yaltaqlıq üçün eləmirəm. Nətər oldu ki, sizin gördüyünüz bütün orqanların hamısı əla işlədi. Bir dənə Yazıq Təhsil Nazirliyi onlardan icazəsiz gizli mətbədə kitab çıxartdılar. Asaqal burdasan qardaşım. Bu Alqışlayıram səni. Fikirdir. Siz nə danışırsınız? Xanım, Bu deyirsiniz ki, Olanı deyirəm də, olanı da deyəndə bu cür müzakirə qoyursunuz. Olanı deyirəm də. Nətər oldu? Sizin qarşınıza çıxan bütün dövlət siz Allah, elə dövlət qurumlarının hamısı savada baxırsa, mən ekologiya və turizmi qurtarmışam qırmızı diplomla. 3 dənə də xarici dil bilirəm, təmiz ana dilim kimi. Siz Allah, gəlin mənim yanıma, böyük bir səvab işləyirəm. Yoldaşımdan da ayrılmışam. Yoldaşımdan da ayrılmışam. Böyük bir səvab işləyirəsiz. Gəlin mənə iş tapağında nə olar ki? Sizin ixtisasınıza uyğun işlər mən elə gəl azdır ölkədə. Sırf ona görə. Bir də ki, mənim ixtisasıma uyğun iş azdırsa, bu ixtisas işə yaramaz bir ixtisasdırsa, niyə bunu dövlət universitetlərində Ay Leyla, sən heç bilmədin ki, o nə işləyir, nə hansı iş istəyir? Bir qoy görək ekologiya üzrə. Niyə səsimi bağlayırsınız ki? Niyə bağlayırsınız səsimi? Bir dəqiqə bir danışaq da yoldaş da bu nə soxa-soxdu? Mən deyim çıxıram Seymur. Bir dəqiqə. Mən bizə kəlmə deyirəm ki, danışılan sözə bax, ya Rəbb. Bunlar bizə kəlmə deyirəm ki, bunların şəklini yığışdırsınlar. Dövlət özü bilir, nağarır, nağarmır. Belələrinə də yer qoymayacaq dövlət heç vaxt. Bəs mən deyirəm ki, xanım deyir ki, sağ olun. Dövlət bilir nə edir, kimə nə edir. Ay sağ olun. Bunu boş buraxmalıydı. Bunu boş buraxmalıydı, ağzına gələn söyüşləri Leyla xanım, bu həyatda deyir o 2 dənə, Leyla xanım deyir, həyatda 2 dənə fikir var, ya ağ, ya qara, ya hə, ya yox. Və bu dəqiqə bu efirdə ikisini də siz deyirsiniz. Gah deyirsiniz ki, orqanların hər şeydən xəbəri var, sonra da deyirsiniz ki, təhsil orqanının xəbəri yoxdur ki, orada gizli mətbəədə kitab çıxardılır. O nətər olur ki? Xanım, təhsil orqanı xəbəri var. O özü də bildirir ki, iş dəftərləri məcbur. Sizin xəbəriniz var, o ev işi tapşırıqları verir. O da qanunsuzdur. O da qanunsuzdur. Yəni biz Azərbaycan, tədris planında yoxdur. Proqramda yoxdur. Biz Azərbaycan qanunsuz hərəkət eləyir. Bir dənə siz qanunla danışdınsa, onda belə çıxır ki, Azərbaycanda mən bildiklərimi deyirəm xanım. Mən yalan deyirəm. Gedin maraqlanın, görün ev işi var. Görün iş dəftərləri məcburidir. Mən olanı deyirəm. Siz də belə deyirsiniz. Mən də sizə bir söz deyim də, onda belə çıxır ki, Azərbaycan sistemində mənim iş dəftəri tapşıranda nə deyirlər o sinifdə qoyurlar, ortalıqda gəzən olur, komitədir, nədir? O komitə yığır valideynlərdən müəyyən məbləği, verir sinif rəhbərinə, o da gedib həmin o yəni ona deyir, topdan satış deyirlər. Orada biraz məbləğ qalacaq. Yuxarı qaldır. Yəni deyirəm, onu da eləyən o komitə var. Onlar da kimdir? Bizlərik də. Yəni içimizdən seçilənlər. Leyla xanım, indi mən indi sizin sözünüzü özünüzə qaytaram. Onda çıxır ki, Azərbaycan təhsil sistemi qanunsuz hərəkət eləyir məktəblərdə. Var qanunsuzluq. Əvvəl daha çox idi, indi çox azalıb. Yəqin bilirsiniz, nəzarət var. Yalan deyirəm, yalan deyirsiniz. Yaxşı, nəzarət varsa iş dəftəri necə gəlir? Xanım danışdı da. Bəli, biz bugün Vəlizarı ortaya qoyuruq. Təmsildir, bunlar hamısı bizlik deyil. Azərbaycanın problemi hamımıza bir sual verim. Bax, deyirik ki, bugünkü gün Vəlizar üzdən İraqdır, pis örnəkdir, tutulsun, yox olsun. Yaxşı, indi sizə bir dənə sual verim. Bayram Nurlu kimdir bə? Ona da hamı istər, onu da heç kim istəmir. Ben bunu Bayram Nurlu gedir Dubaya, baboşlar, bir danışın, xahiş edirəm. Bir danışın, xahiş edirəm. Bayram Nurlu gedir Dubaya, cürbəcür şəkillərini çəkdirir, oliqarx həyatını reklam eləyir. Bu da götürəndə uşaqlar üçün pis örnəkdir, hamı həvəslənir. Və bu Bayram Nurlu'nun arxasında kimdir yanıb? Bu trans deyil, bu şey deyil, yəni üzdən İraq deyil. Sadəcə olaraq bilirsiniz İnci xanım burada nə söhbət gedir, yəni söhbət ya o birisindən ya bu birisindən getmir. Deməli onda belə çıxır ki, Bayram Nurlu'nun arxasında duran yağlı tikədir, ona görə heç kim Bayram Nurlu'ya toxunmur. Bayram Nurlu'nu da hamı qınıyır da, xanım kim ona şərait yaradır?
Bütün vətəndaşlar onu qınayır da. Kim ona haqq qazandırır? İndi kim arxasında durur, onu biz gedib araşdırmalıyıq. Ay xanım, nətər qınayırlar? Bu baboşa evi kim aldı? Bu maşını kim aldı? Elə özün pay alıb, o yaxşı oğlan olsaydı, qazilərin birinə nəsə edə bilərdi. Xəstə uşaqlar eləyər, deməli o da onun payıdır. Mən ümumiyyətcə onların tərəfində deyiləm, amma haqq tərəfindəyəm. Bugünkü gün bu üzdən İraqları qınayırıq. Amma biz, yəni heç kim doğulanda nə üzdən İraq olmur, nə əxlaqsız olmur. Yəni bunların bəziləri anadan gəlmə xəstəlikdən ola bilər, amma bəziləri şərəfsiz kişilərin ucbatından bu günə düşür. Bunları bu dəqiqə maliyyələşdirən ucbatından bu günə düşür və bugünkü gündə bunlar kimdən görüşür? Qadınlardan görüşmür ki, kişilərdən görüşür. Onların yanına gedən kişilər də qınayın da bir arada. Bu kişinin boyun yerə soxur. Onlara kişi demək olarsa. Valla mən bayaqdan da qulaq astıram aşağıdan. Xanım, kişi normal, necə deyim, indi biraz da bağışlayın. Dədə babadan belə olub ki, ər-arvad münasibəti və yaxud sevgili qız-qadın, qız-kişi arasında ola bilər. Əgər oğlanla münasibət qurursa, deməli o da normaldır da. O da bunun tayıdır. Mən istəyirəm ki, mövzu artıq dəyişilsin hələ. Bura bir şəhidin, bir qazinin şəklini qoyun, mövzunu host eləyək. Biz burada Vəlizadın danışmaqdan topu özüm hiss eləyirəm. Biz də danışaq da, biz bəylər də danışaq. Ancaq siz danışırsınız, belə olmur. Haqq ədalət deyilən bir şey var. Bizim də argumentlərimiz var da, durub söz toplusundan istifadə eləməyin. Bax, gözəl insanlar, dəyərli xalqımız, bu cəmiyyətin belə formalaşmasında bir nömrəli sektor dövlətdir. Bir ölkənin uçuruma getməsi üçün onun təhsil sistemindən başlanır. Birinci təhsil sistemi ölkədə şablon sözlər deyil. Qardaş, sən şablon sözləri mən kontrol Valla eyni şablon sözlərdir. Bu 2 gündür ki, bu sözü başda 30-40 nəfər dəyişilmişəm. Burada. Bax, təhsil sisteminin əsas predmeti adınızı bilmək olar. Təhsil önəmlidir. Ay Hacıyev. Buyur. Təhsil sisteminin əsas predmeti nədir? Adınızı bilmək olar, ümumiyyətlə sizə sual verirəm. Buyur, Hacıyev desəz daha uyğundur. Familiyam. Hacıyev, bax, yəni təhsil sistemi. Bunu hamı bilir ki. Hər bir cəmiyyətdə, qardaş, demək, qardaş, bir dəqiqə, mən sənə başqa bir şeylər deyəcəm də. Təhsil sisteminin əsas predmetləri var. Demokratiyanın əsas prinsipləri var. Demokratiyanın əsas prinsipləri nədən ibarətdir? Söz azadlığıdır, söz fikrin aydın olmasıdır, hamının bərabər hüquqludur, konstitusiya qarşısında cinsiyyətin ayrı seçkiliyin olmamasıdır. Hər bir cəmiyyətdə petuq da var, üzdən İraq da var. Üzr istəyirəm, fahişə də var. Hər bir cəmiyyətdə var. Qeyd elə, qızları da qeyd elə. Ay qardaşım, belə bunlar sosial şəbəkə vasitəsilə özlərinin lüks həyatlarını və yaxud da ki, özlərinin parlaq həyatlarını sosial şəbəkədə qadağalar qoyulmalıdır. Bunlara zapret qoyulmalıdır ki, bugün sənin qazin 80 manat, 90 manat alırsa, öz vaciblərini düzgün şəkildə qarşılaşdırmırsa, ölkədə bu sosial problemlərin qarşılığındadır. Buna İqtisadiyyat Nazirliyi baxır, buyur. Nətər qardaş? Buna İqtisadiyyat Nazirliyi baxır. İndi mən sizə bir dənə deyim də. Qardaşım, İqtisadiyyat Nazirliyi baxırsa, iqtisadiyyatın əsas prinsipi var, düzdürmü? İqtisadiyyat ölkənin inkişafıdır, düzdür? İnkişafıdır əlbəttə ki, bunu amma İqtisadiyyat Nazirliyi və Sosial Nazirliyi baxır sırf olaraq. Qardaşım, Sosial Müdafiə Nazirliyində. Bunu sən nə qədər də danışsan, mən qazilərdən qardaş, mən danışmalıyam, bugün mən çatdırmalıyam məlumatları. Bir dəqiqədə sözümü çatdırmalıyam. Hamımız bir yerdə olmalıyıq axı. Bax, toxunduğumuz nöqtə düzgün deyil. Bax, mənim qardaşım, Sovetlər Birliyində də, üzdən İraq da var idi, Qalboy da var idi. Hər bir cəmiyyətdə bu var. Avropanın müxtəlif ölkələrində də var. Bu qaçılmaz faktordur. Ancaq bunlar bu qədər aşırı dərəcədə millətə təqdim olunmamalıdır. Bunların qaydasını dövlət almalıdır. Sizə bir dənə sual verim. Moskva küçəsində bir dənə siz petuq görə bilmərsiniz. İnanırsınız mənə, səmimiyyətim and olsun. Niyə? Qadağa var ölkədə. Zapretlər var. Amma var. Petuq da var, Qalboy da var. Hər bir cəmiyyətdə var. Amma bizim əlimizdə olan gənclərimiz, evladlarımız bunlar qabağına çıxır. Belə şeylər görməməlidir. Gedib baboşla, belə şortularla bizim millətimiz gedib deməli deyil, mənim sizə ehtiyacım var. Ölkədə sosial düzgün olsa, sosial bərabərsizlik. Deyirsiniz ki, təhsildədir günah. Əgər bir valideyn ki, övladına telefon alıb verib uşağın TikToka yönləndirirsə, təhsil buna neynəsin?
Xeyr xanım, bir dənə ona da arqument gətirəcəm. Bax bir dəqiqə sizə mən arqument, kontra arqument qoyuram. Deyirsiniz ki, evlada valideyn telefon verir, düzdürmü? Bax, mən məsəl üçün 19 yaşında telefon işlətmişəm, 1-ci kursda oxuduğum müddətdə. Bugünkü gün evlada sən telefon verirsənsə, demək valideynin havasızlığıdır. Niyə? Mənim evladıma kitab verməliyəm. TikTokda nə gəzir mənim evladım? Təbii ki. Mən evladıma, bax sizə sual verirəm də, bir Azərbaycan xanımısınız. Evladınız olsa, deyərsiz məsələn deyirəm, sizin üzərinizdən məsələn çəkmirəm. Baboşun canlısına gir. Amma analarımız, xanımlarımız var. Mənim övladım var, 8-ci sinifdə oxuyur, qız övladım var. Mən bugünkü gün onun əlinə nə telefon vermirəm, nə telefon almıram. Bravo xanım, bravo. Gör nə deyirəm də.